Salam əziz həmkarlar. İllik və gündəlik planlaşdırma Time Test Bankından izaha baxırıq. Planlaşma ilə bağlı verilənlərdən hansı yanlışdır? Gündəlik planlaşmanın əsas elementlərindən biri dərsin məqsədinin müəyyənləşdirilməsidir, doğrudur. Planlaşdırmada öz əksini tapan təlim nəticələri şagird yönümlü olmalıdır, doğrudur. Geriyə planlamadan istifadə dərsin effektivliyini artırır, doğrudur. Gündəlik planlama zamanı formativ qiymətləndirmənin necə aparacağı mütləq göstərilməlidir, doğrudur. Gündəlikdə formativ qiymətləndirmədir. Qiymətləndirmə və üsul və vasitələr təlim fəaliyyətinə yox, təlim nəticələrinə uyğun müəyyənləşdirilməlidir. Y variantı səhvdir. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Gündəlik planlama vaxtın məqsədə uyğun bölüşdürülməsinə, fəaliyyətin daha səmərəli və səmərəli icrasına şərait yaradır, əlbəttə ki. Gündəlik planlaşmada müəllim tədris zamanı yarada biləcək məsələlər haqqında problem, qabaqcadan düşünə bilmək imkanı yaradır, bu da doğrudur. Yəni, müəllimin bir A planı olmalıdır, bir B planı olmalıdır. Şagird bilik və bacarıq formalaşdırmaq üçün tapşırıqlar hazırlayarkən Bloom taksonomiyasının feillərindən istifadə edilir, doğrudur. Gündəlik planlaşmada qiymətləndirmə üsul və formasını dəqiqləşdirdikdən sonra təlim fəaliyyətini müəyyənləşdirmək daha səmərəlidir, doğrudur. Deməli, mənim yanlışım yoxdur. Doğrumdan oldu 1-2 A variantı. Dərsin məqsədi ilə bağlı verilən cavablardan hansı yanlışdır? Əsas funksiyası alt standartda nəzərdə tutulan tələbi reallaşdırmaqdır, düzdür. Hazırlanan zaman şagirdlərin mövcud səviyyəsi nəzərə alınır, düzdür. Əldə ediləcək bilik və bacarıqları ümumi yox, yəni bu ümumi səhvdir. Təlim nəticəsi əsasən şagirdin fəaliyyətini qiymətləndirir, düzdür. Məqsəd dəqiq və aydın olmalıdır, düzdür. Deməli, 3 də oldu, C bəndi. Planlaşma təlim fəaliyyətinə əsasən nəyə xidmət edir? Şagirdin ünsiyyət bacarığının formalaşdırılmasına xeyr, dərsin məqsədinin reallaşmasına B bəndi. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışı. Öyrənmə fəaliyyəti təlim nəticələrinə çatmaq üçün görüləcək işləri təsvir edir, düzdür. Qiymətləndirmə meyarları təlim nəticələrinə görə müəyyənləşir, düzdür. Gündəlik planlaşmada resursların müəyyənləşdirilməsi əhəmiyyətlidir, düzdür. Təlim nəticəsində feillərin dinamik olması, bəli. Təlim nəticələrin ölçməsinə imkan yaradır, düzdür. Deməli, doğrudan oldu 1-lə 2. A variantı. Verilən izahların düzgün ardıcıllığı hansı bəhddə doğru verilmişdir? Burada müəllim dərsin məqsədinə çatıb-çatmadığını, şagirdlərin təlim nəticələrinə nail olub-olmadığını, nə ilə necə ölçmə, ölçmə varsa nədir? Qiymətləndirmə. Dərsin məqsədinə çatmaq üçün həyata keçirilən vasitədir. Yəni, 1-45 dəqiqə seçəcəyiniz öyrənmə üsulu, forması, bu nədir? Öyrənmə fəaliyyəti. Dövlətin, təhsil alan və təhsil verən qarşısına qoyduğu minimal tələb nədir? Alt standart. Bu da oldu A variantı. Verilmiş izahların ardıcıllığı hansı bəhddə doğru verilmişdir? Sonda şagirdin bilik və bacarıqlarına sahib olacaqları haqqında nəticələrin əvvəlcədən müəyyənləşdirilməsi, nəticələrin, bu olur təlim nəticəsi. Müəllim hansı iş forması, hansı iş üsulundan, metodlarından istifadə edəcəyi, öyrənmə mühitini necə quracağı ilə bağlı məsələlər burada öz əksini tapır, bu öyrənmə fəaliyyəti. Şagirdlərin məqsədə nə dərəcədə çatması haqqında informasiyanın əldə olunması, bu da qiymətləndirmə. Deməli, bu da oldu D bəndi. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrudan doğrunu, yanlışdan yanlışı. Gündəlik planlaşdırmada qiymətləndirmə təlim fəaliyyətinə uyğun müəyyənləşir, səhvdir, təlim nəticəsinə uyğun. Gündəlik planlaşdırmada formativ qiymətləndirmə düzdür. Müəllim tələb olunan bilik və bacarıqları reallaşdırmaqla öz hüququnu yox, öz vəzifəsini həyata keçirmiş olur, səhvdir. Dərs planlaşdırılarkən şagirdlərin informasiyanı necə qəbul etməsi və anlaması ilə bağlı məsələlər də nəzərə alınır, düzdür. Deməli, burada yanlışımdan oldu 3, doğrumdan oldu 2. Bu da eləyir 2, 3, B bəndi.
Dərsin məqsədi ilə bağlı verilən cavablardan hansı doğrudur? Şagird dərs ərzində hansı fəaliyyəti edəcəklərini bildirməkdə. Əlbəttə ki, şagird öyrənməni təmin etmək, şagirdin öyrənməsini təmin etmək üçün hazırlanır. Xeyr, SMART metodundan istifadə məqsədə uyğun hesab edilir. Baxın, məqsəd haqqında doğru deyil. Birincidə, şagird dərs ərzində hansı fəaliyyəti edəcək, öyrənmə fəaliyyətidir, məqsəd yox. Şagirdin öyrənməsini təmin etmək üçün hazırlanır məqsəd. 2 doğrudur. SMART metodundan istifadə məqsədə uyğundur. 3 doğrudur. Şagird dərsin məqsədini elan etmək mütləq deyil, yox, mütləqdir. Dərsin məqsədinin spesifik olması, onun dəqiq və aydın olması deməkdir, düzdür. Bir dərs üçün dərsin məqsədinin sayı ilə bağlı məhdudiyyət yoxdur, yox, az olmalıdır ki, şagird başa düşsün. Oldu 2, 3, 5 A bəndi. 10-da. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışı. Dərsin planlaşdırılması güclü və zəif şagirdlərin səviyyəsini bərabərləşdirmək üçün lazımdır, bu səhvdir. Dərsin planlaşdırılması çətin anlaşılan mövzuları şagirdə izah etmək üçün lazımdır, bu da səhvdir. Məsələn, mən asan mövzu üçün plan qurmayacağam, deməli, səhv fikirdir. Dərsin planlaşdırılması müəllimə şagirdin hansı öyrənmə tərzlərinə sahib olduqlarını müəyyənləşdirmək üçündür, səhvdir. Dərsin planlaşdırılması şagirdin dərs prosesində hansı qiymət alacaqlarını müəyyənləşdirməkdir, bu da səhvdir. Deməli, doğrum yoxdur, səhvimdən 3, 4. C bəndi. Klasteri tamamlayın. Gündəlik planlama, dərs zamanı fəaliyyətin müxtəlif öyrənmə tipinə sahib şagirdlərə uyğun olması və diferensiyasını təmin etmək. Klasteri tamamlamayan deyir buradan. Baxaq. Şagird nə gözlədiyini, sonda hansı bilik və bacarığa yiyələnəcəyini aydın formada təsvir edir. Bu düzdür, çünki müxtəlif öyrənmə tipinə uyğun olmasıdır. Şagirdin maraq və meyillərini nəzərə alır, diferensiyasını təmin edirsə, bəli. Qiymətləndirmə öyrənmə fəaliyyətinə yox, təlim nəticəsinə uyğun müəyyənləşir. C bəndi. Dərs zamanı qarşıya çıxa biləcək çətinlikləri əvvəlcədən müəyyənləşdirir, düzdür. Refleksiya strategiyasını müəyyənləşdirir, düzdür. Deməli, oldu C variantı. Hansı fikir yanlışdır? Alt standart 2 hissədən ibarətdir. Bilik və bacarıq, doğrudur. Yəni, fəaliyyət, bilik və fəaliyyət, bilik və bacarıq. Dərs planlayarkən şagirdlərdə idrac fəallığın necə yaradılacağı ilə bağlı məsələlər öz əksini tapmalıdır, düzdür. Dərsin sonunda şagirdin hansı bilik və bacarığı əldə edəcəkləri onlara öncədən təqdim edilməlidir, düzdür. Tapşırığın məqsədi onun icrasından əvvəl şagirdə elan edilməlidir, düzdür. Alt standart nəzərdə tutulan bilik və bacarıqlar cari tədris ilində formalaşmadıqda, növbəti tədris ilində həmin alt standartın reallaşdırılması planlaşmaya daxil edilir. Bax, bu səhvdir. Məsələn, mən bu il keçirəm ismi. Tutalım 8-ci sinifdə keçirim ismi, tutalım deyiləm. 9-cu sinifdə isim yoxdur, axı mən necə bunu əlavə edə bilərəm? Deməli, burada səhv oldu. Y variantı. Müəllim dərs planı hazırlayır. Şagirdlər birgə fəaliyyət əsasında tapşırıq üzərində işləyir. Dərs zamanı müəllim prosesə müşahidə əsasında müdaxilələr edir. Müşahidə varsa, deməli, öyrənmə prosesini izləyir. Dərsin sonunda isə şagirdlər müəyyən edilmiş meyarlara əsaslanaraq işlərini nəzərdən keçirir və qısa nəticə çıxarır. Deyir, uyğun olanı tapaq. A bəndində deyir ki, tədris prosesinin gedişini nəzarətdə saxlayıb, tapşırığın müəyyən çərçivədə yerinə yetirilməsini təmin edir, səhvdaxı izləyir, sonda meyar qoyur, nəticə çıxarır. Fəaliyyət zamanı yaranan çətinliklərin qarşısını alıb, dərsin sonunda nəticələri meyarlarla ölçür, burada ölçmə yoxdur axı. Amma baxın, burada görsüz deyir ki, müşahidə əsasında müdaxilə edir. C variantına baxın, öyrənmə prosesinin irəliləyişini izləyir, yəni müşahidə edir. İşlərini meyarlarla müqayisə edərək öz fəaliyyətlərinin tənzimlənməsinə şərait yaradır. Elə burada oldu C bəndi. Cədvələ əsasən uyğunsuzluğu, doğrudan yanlışı, yanlışdan doğrunu tapmalıyam. Alt standart çıxarılan təlim nəticəsi hər dərs üçün spesifik olmalıdır, düzdür. Müəyyənləşdirilmiş təlim nəticələrinə il boyu
Bir neçə dəfə təkrar müraciət edə bilərik. 1 il boyu, bəli. Dərsin təlim nəticələrinin müəyyənləşdirilməsi gündəlik planlamanın ən mühüm hissəsidir, düzdür. Qiymətləndirmə meyarları təlim nəticələrinə əsasən müəyyənləşir, düzdür. Doğrundan səhvim yoxdur. Yanlışımdan 3-üm də 4-üm də doğrudur. Bu da oldu Y bəndi. Dərsin təlim nəticəsinə aid deyil. Dərsin təlim nəticəsi şagirdin hansı bilik və bacarıqlara sahib olacağını dəqiqliklə təsvir etməlidir, düzdür. Dərsin təlim nəticəsini müəyyənləşdirərkən Bloom taksonomiyasının dinamik feillərindən istifadə edilir, düzdür. Dərsin təlim nəticəsi alt standartın reallaşdırmaq üçün əsas vasitədir, düzdür. Dərsin təlim nəticəsi əsasən şagirdin hansı təlim fəaliyyətini hansı ardıcıllıqla edəcəklərini önə çəkir. Bax, bu D bəndi səhvdir. Dərsin təlim nəticəsi sadə və aydın şəkildə ifadə olunmalıdır, Y düzdür. Deməli, səhv oldu, D variantı. Müəllim gündəlik plan hazırlayır. Plana əsasən şagirdlər tapşırıq üzərində işləyirlər. Fəaliyyət zamanı müəllim müşahidə aparır. Dərsin sonunda şagird tapşırığın icrasını meyarlarla əlaqələndirərək izah edir və öz işlərinə dair qısa rəy bildirirlər. Tapşırığın icrası zamanı səhvlərin azalması üçün prosesə müdaxilə edir. Baxın, müdaxilə eləməyib, bəndi səhvdir. Dərs zamanı yaranan fərqləri aradan qaldırmaq üçün tapşırığın icra yolunu mümkün qədər standartlaşdırmaq. Axı, yoxdur, bizdə standartlaşma verməmişdi. Amma şagirdin öyrənmə prosesini şuurlu şəkildə dərk etməsinə, fəaliyyət zamanı irəliləyişinin izləməsinə, meyarlara əsasən öz işinin qiymətləndirməsinə şərait yaradır. Bəli, gördünüz, deyir, şagird izah edir və öz işlərinə dair qısa rəy bildirir. Deməli oldu burada C bəndi. Gündəlik planlaşma nə üçün vacibdir? Müəllimin dərsdəki fəaliyyətini səmərəli məqsədə uyğun təşkil etməyə şərait yaradır, elə A variantı. Gündəlik təlim nəticələri ilə bağlı hansı fikir yanlışdır? Gündəlik dərs planlaşmasında öz əksini tapmalıdır. Təlim nəticəsi, bəli. Təlim nəticəsi şagirdin öyrənmə zamanı qarşılaşdığı problemləri müəyyənləşdirib aradan qaldırmağı nəzərdə tutur, B variantı səhvdir. Mövcud resurs və öyrənmə mühitini nəzərə alaraq müəyyənləşdirilir, düzdür. Şagirdin mövcud potensialını nəzərə almalıdır ki, effektiv öyrənmə baş versin, düzdür. Təlim nəticəsinin ölçülə bilən olması diqqət edilməli məqamlardandır, düzdür. Deməli oldu B variantı. Hansı fikir yanlışdır? Alt standart 18-də hədə B variantıdır. 19. Hansı fikir yanlışdır? Alt standart bilik və fəaliyyət hissəsi müəllimi şagirdin təfəkkürünü inkişaf etdirməklə bağlı istiqamətləndirir, əlbəttə. Şagirdlərdə formalaşdırılacaq bilik və bacarıqları başqa fənlərlə də əldə edilən bilik və bacarıqla əlaqələndirmək olar, inteqrasiya olar. Dərsdən əvvəl təlim nəticəsini müəyyənləşdirərkən mümkün qədər vaxt faktoru nəzərə alınmalıdır, 1:45 dəqiqəyə çatdıracaq qədər. Qiymətləndirmə meyarı elə hazırlanmalıdır ki, şagird fəaliyyətini müşahidə etmək mümkün olsun. Bəli, müşahidə edib rəy, istiqamət verməlisən. Daha dərindən öyrənməni təmin etmək üçün gündəlik planlaşmada səmərəli öyrənmə mühitinin qırılması ilə bağlı məsələlər öz əksini tapmalıdır. Bax, Y variantı səhvdir. Daha dərindən öyrənməni təmin etmir. Təlim nəticəsi əldə oluna bilən deməlidir deyəndə nədir? Yəni, çalışaraq əldə edilməsi mümkündür. Bu da elədi B variantı. Şagirdlər Hacı Qaranı qayğıkeş ailə başçısı hesab etmək olarmı? Mövzusunda fikirlərini yazmaq tapşırılır. Şagird əvvəlcə mətni oxumalı, daha sonra həmin mətnə əsasən Hacı Qarı obrazını təhlil etməli, fikirlərinə əsaslandırılmış şəkildə yazılarında qeyd etməlidir. Nəticə çıxarmaq, təhlil etmək, əsaslandırmaq. Gəlin bir-bir baxaq. Müəllimin məqsədi haqqında aşağıdakılardan hansı doğrudur? Müəllimin şagirdi bu tip tapşırıq verməklə düzdür. Əsaslandırmaq varsa, tənqidi təfəkkür var. Bax, bir doğrudur. Müəllim şagirdlərdə şəxsi sosial məsuliyyət, burada şəxsi sosial yoxdur. Müəllim şagirdlərə meyarları əvvəlcədən tətbiq etməklə şagirdlər icra etdiyi tapşırıqla bağlı düzdür.
Meyarı əvvəlcədən deyirsiniz, şagirdlər özü nəticə çıxarırlar, müqayisə edirlər, təhlil edirlər, əsaslandırırlar. Deməli, müstəqil düşünürlər. Bu da oldu 1-3 C variantı. Şagird ev tapşırığı kimi 2 formativ mətn verilir. Şagird mətnlərdə verilmiş informasiyanı müqayisə etməli, biri-birinə zidd olan informasiyaları müəyyənləşdirilməli, doğru olanları seçməlidir. Bizim də meyarımız müqayisə etmək, etibarlı mənbələrlə işləmək, bir də əsaslandırma. Müəllim şagirddə bax, müqayisə edir, etibarlı mənbələrlə işləyirsə, bəli, informasiya savadlığı formalaşır 1. Fəal dinləmə bacarığı, sual tərtib etmə bacarığı formalaşır. Burada sual tərtib etmə bacarığı yoxdur axı. Müəllim informasiyanı ümumiləşdirmək, bəli, informasiyaları müqayisə etməli, biri-birinə zidd olan informasiyaları müəyyənləşdirib, doğru olanı seçir, ümumiləşdirir, 3 də düzdür. Müəllim meyarı əvvəlcədən elan etməsi, şagird fəaliyyətinin məqsədyönlü olmasına, özünü qiymətləndirmə bacarığının formalaşmasına xidmət edir, bəli. Özləri əsaslandırma aparırlar axı. Bu da oldu 1, 3, 4. Müəllim şagirdə təbiəti qorumaq nə üçün vacib deyir? Mühakimə xarakterli hissə yazır. Burada da münasibət bildirmək var, bir də əsaslandırmaq var. Müəllimin məqsədi mövzunun anlama dərəcəsini yoxlayır, yox. Öz fikirlərini əsaslandıracaqsa, bəli, dəlillərlə dəstəkləyəcək 2. Müəllimin məqsədi şagirdə yaradıcı təfəkkür yoxdur axı burada. Amma informasiyanı araşdırır, görsünüz vacibdir mövzusunda mühakimə xarakterli hissə yazır. Araşdırıb mühakimə edib hissə yazacaq da. Deməli ona görə 2-4 C variantı. Dərsin məqsədi spesifik olmalıdır deyəndə, yəni dəqiq və aydın olmalıdır deməndi. Müəllim şagirdlərə eyni mövzu üzrə hazırlanmış 3 müxtəlif mənbə, ensiklopedik mətn, xəbər saytından məqalə və blog yazısı təqdim edir. Müəllim qiymətləndirmə üçün meyarlar qoyur. Deyir, hansı doğrudur? Müəllim şagirdlərə müxtəlif mənbələrlə etibarlı mənbələrdə təqdim olunan məlumatın etibarlılığını müqayisə edərək, bəli, baxın, müqayisə etməli, etibarlılığını dəyərləndirməli, bir də arqument gətirməli. Bax, bir düzdür. Tapşırığın şagirdlərin fərqli tip deyil, axı 2 səhvdir. Faktlara əsasən seçim etmə, bəli, arqument gətirirsə faktlara əsasən seçim edir. Qiymətləndirmə meyarının əvvəlcədən təqdim olunması şagirdin tapşırığın icra prosesinin planlaşmasına və nəticənin şuurlu şəkildə dəyərlənməsinə imkan verir, düzdür. Deyir ki, mənbənin etibarlılığını dəyərləndirir. Deməli, bu da oldu C bəndi, 1, 3, 4. Gündəlik planlaşma zamanı formativ qiymətləndirmə əsasən nəyə xidmət edir? Təlim nəticəsinin reallaşmasına, B bəndi. Təlim nəticəsi ölçülə bilən olanma nəyi ölçəcəm? Qiyməti, bilik və fəaliyyətin qiymətləndirilməsinin mümkünlüyü, C bəndi. Müəllim dərs planında öyrənmə fəaliyyətini ətraflı şəkildə göstərir. Planın təlim nəticələri hissəsində şagirdin mövzu haqqında məlumatı olur ki, ümumi ifadədən istifadə edir. Ümumi ifadə olmaz axı. Və qiymətləndirmə bölməsində şifahi sorğu yazır. Burada nədir? Baxın, gözlənilən təlim nəticələrini əvvəlcədən konkretləşdirilib, onların yoxlanılmasına imkan verən qiymətləndirmə yanaşmasını planlaşdırmaq nöqsanı budur. Çünki ümumi ifadədən istifadə edib qiymətləndirmə meyarı verməyib. Deməli, bu da oldu B bəndi. Müəllim dərsin sonunda şagirdin tapşırığı necə yerinə yetirdiklərini soruşur. Lakin müzakirə konkret meyarlara əsaslanmır və şagirdin cavabları səthi qalır. Bu situasiyada müəllimin daha peşəkar addımı hansı olar? Refleksiya bu dərsin içərisində cavab verə bilmir. Necə refleksiya eləsin? Şagirdin cavablarını müəllim izahı ilə xeyir. Refleksiya mərhələsi üçün əvvəlcədən müəyyənləşdirilmiş meyarlara əsaslanan özünü qiymətləndirmə və yönəlici suallar planlaşdırmaq düzdür. Şagirdə özünü qiymətləndirmə, yönəlici suallar verməlidir ki, o suallar artıq soruşduqda şagird yerinə yetirsin, konkret meyarlarla cavab versin. 29 doldu C bəndi. Klasteri tamamlayın. Dərsin məqsədi formativ qiymətləndirmə, 3-cüdə öyrənmə fəaliyyətidir. Öyrənmə fəaliyyətinə də üsul və formalar B bəndi. Müəllim biologiya dərsində zərərli vərdişlər adlı mövzunu tədris edir.
Siqaretin insan orqanizminə təsirini araşdırmaq üçün müəllim onlara elmi məqalələr verir. Proses nəticəsində siqareti tərk etməyin yolları ilə bağlı təkliflər hazırlamalıdır. Doğru mənbələrlə iş, bir də məqsədyönlü təklif hazırlamaq. Gəlin baxaq. Qiymətləndirmə meyarı verib təklif hazırlayacaqsa, bəli, idrak təfəkkür səviyyəsinin yuxarısını inkişaf elətdirir, düzdür. Şəxsi və sosial təklifi kim hazırlayır? Şagirdin özü, bəli, şəxsi və sosialdır. Müəllim şagirdlərə uyğun informasiyaları müəyyənləşdirmək və ümumiləşdirmək bacarığı formalaşır, bəli, çünki özləri doğru mənbələrlə işləyir, özləri təklif hazırlayırlar. Bu da oldu 1, 2, 3 deyə bəndi. Dərsin cali planlaşmasına aid olmayan fikri müəyyən edin. Dərsin məqsədi aydın şəkildə, anlaşıla biləcək formada olmalıdır. Formativ qiymətləndirmə üsulları müəyyənləşməlidir. Nəzərdə tutulan fəaliyyətlər dəyişmədən istifadə etmək yol verilməz halda, bax bu səhvdir. Dəyişmədən istifadə fəaliyyət. Məsələn, mən bugün fikirləşirəm ki, proyektorla dərs keçəcəm, işıq söndür, məcburam dəyişəm. Deməli oldu C variantı. Təlim nəticəsini formalaşdıran zaman müəyyən vaxt müddəti nəzərə alınmalıdır deyəndə, yəni məqsədin hansı müddətdə əldə olunacağını düzgün müəyyənləşdirmək. C bəndi. Təlim nəticəsini formalaşdıran real imkan deyəndə resurs, bu da C bəndi. Mövcud resurslar nəzərə alınaraq tərtib olunmalıdır. Müəllim dərs üçün aşağıdakı təlim nəticəsini müəyyənləşdirir. Şagird iki fərqli mənbədən əldə olunan məlumatları müqayisə edir. Daha əsaslandırılmış mövqeni arqumentlərlə izah edir. Lakin qiymətləndirmə mərhələsində müəllim mətni səlis oxuyur, terminindən düzgün tələffüz edir, meyarlarından istifadə edir. Bu vəziyyətdə təlimi qiymətləndirmə uyğunluğunu təmin etmək üçün müəllimin hansı addım atmalıdır? Oxu texnikası düzgün tələffüz bacarıqlarına yönəltmək xeyir, amma qiymətləndirmə meyarlarını müqayisəyə, əsaslandırma, arqument bacarıqlarına uyğun şəkildə yenidən formalaşdırmalıdır. Bəli, yəni qiymətləndirmə meyarları əsaslandırmalıdır, arqument gətirməlidir. Müəllimin verdiyi də meyarda yoxdur. Müəllim yenidən bu meyarı tərtib etməlidir. Gündəlik planlama ilə bağlı verilən fikirlərdən hansı yanlışdır? Cari planlama dərsin məqsəd və gözləntilərinin konkret dərs üçün aydın şəkildə düzdür. Metod və üsullarla dərsin məqsədi, mövzunun xüsusiyyətlərini uyğunlaşdırmalıdır, düzdür. Cari planlama müəllimin dərs prosesində vaxt bölgüsünü əvvəlcədən nəzərdə tutmağa, dərs mərhələlərini ardıcıl qurmağa imkan verir, düzdür. Cari planlama daha çox əvvəlcədə müəyyənləşmir. Bax, debəndi səhvdir. Plus da ki, ardıcıllığının saxlanılması effektiv hesab olunur, bu da səhvdir. Amma qiymətləndirmə vasitələrini tapşırığa uyğun seçirilməsi düzdür. Hansı fikir yanlışdır? Qiymətləndirmə meyarı müəllimə effektiv əks əlaqə qurmağa şərait yaradır, düzdür. Bax, burada var, görürsünüz, deyir qiymətləndirmə meyarları təlim nəticələri deyil, ümumi bacarığa bağlı olmalıdır, səhvdir. Biz qiymətləndirməni təlim nəticəsinə uyğun tapırıq. Hansı fikir yanlışdır? Bir dərs üçün müəllim elə bu səhvdir. Nə qədər çox təlim nəticəsi qoymalı deyil, 1-3 arasında qoymalıdır ki, reallaşdıra bilsin. Biri dərsin planlaşmasına aid deyil. Dərsin sonunda şagirdin bilik və bacarıqlara sahib olacağının müəyyənləşdirilməsi aiddir. Formativ qiymətləndirmə üsullarının müəyyənləşməsi aiddir. Hansı resursdan istifadə edəcəyə aiddir, amma planlamada mən bilmirəm axı dərsin içərisində şagird hansı əks əlaqə qoyacaq, ona görə debəndə aid deyil. Biri planlamanın hazırlanmasına aid deyil, şagirdin əldə etdiyi bilik və bacarıq sonda yox, əvvəlcədən müəyyənləşdirilməlidir. Bu da oldu A variantı.